Əziz dostlar, bir neçə gündən sonra milli komandanı İslandiya ilə çox vacib oyun gözləyir. 0-5 hesabı ilə məğlub olandan sonra Ayxan Abbasov çalışacaq ki, bu komandaya qarşı millinin oyuncularını motivasiya etsin. Düzdür, birinci oyunda 0-5-də Fernando Santos idi, amma Santos indi yoxdur, Ayxan Abbasov var və onun əlində şans var ki, İslandiya öz gücünü göstərsin. Düzdür, Bakıya gələcək futbolçular arasında o 5 qolu vuranların hər biri var və onlar yenə də çalışacaqlar ki, bizim qapıya qol vursunlar. Bu oyunda ən əsas məsələ qapını kim qoruyacaq? Çünki bildiyiniz kimi Şahrüddin Məhəmmədəliyev cəzalıdır və onu çox güman ki, Zirənin qapıçısı Aydın Bayramov əvəz edəcək. Son oyunda Kərvan Yevlaxla oyunda 2 top buraxmışdı. Ümid eləyir Aydın bu dəfə yaxşı duracaq. Ondan bir neçə gün sonra isə ayın 16-sı milli komanda Fransa ilə qarşılaşacaq. Əlbəttə Mbappe və komandası çalışacaq. İndiyənəcən fransızlar bizə 3 oyunda 15 qol vurublar və bu qolların hesabını artırsın. Deyə bilmərəm necə olacaq. Ümidliyəm ki, müdafiə və cəzadan sonra meydana qayıdacaq Şahrüddin Məhəmmədəliyev komandanı xilas edəcəklər. Komandamıza uğurlar.